Salam, hər vaxtınız xeyir olsun. DİM 20 sınaq, fizika 1-ci qruplar üçün olan sınaq 1-in suallarına baxırıq. Mövzu düzxətli, bərabər sürətli və dəyişən sürətli hərəkət, çevrə üzrə bərabər sürətli hərəkət və Newton qanunları, dinamika və statikanın əsasları. Birinci sualda bildirir ki, sükunət vəziyyətindən hərəkətə başlayan velosipedçi düzxətli bərabər yeniləşən hərəkət edərək 120 metr məsafə qət edir. Sərf olunan zamanın ikinci yarısına gedilən yolu hesablayın. Deməli, birinci sual üçün yazırıq. Ümumilikdə 120 metr məsafə gedir və bərabər yeniləşən gedir. Yolun birinci yarısında ümumi yolun 4-dən 1-ini gedir. İkinci yarısında isə yeniləşən hərəkət etdiyi üçün 4-dən 3-ünü gedir. Və ümumi yol 120 metr olduğu üçün 4-də 3 vurulsun 120. Bu da edir 90 metr ki, bu da B variantında var. Avtomobilin spidometrinin göstərişinə əsasən onun sürətini müəyyən edin. Baxırıq, sürət burada 60 ilə 80-in arasındadır. Burada spidometrin əqrəbi 1, 2, 3, 4. Arada 20 km/saat qiymət var və rəqəmlər, daha doğrusu xətlərə bölsək 4 dənə xət var. 1, 2, 3, 4. Bu da edir 5 km/saat. Demək ki, hər xəttin ölçüsü nə imiş? 5 imiş. Və bu da ikinci xəttdə durduğu üçün nə olur? 70. Demək ki, spidometrin göstəricisi 70-dir. Xəta isə 1 bölgünün yarısıdır. Yəni 1 bölgü 5 km olduğu üçün xəta da 5-in yarısı 2,5 km/saat olur. İndi spidometrin göstəricisi nə olacaq? Xəta o demək ki, yəni o qədər az ya da çox ölçə bilər. Yəni 70 plus minus 2,5. Bu da uyğundur A variantına. Üçüncü sualda cisim düz xətt üzrə A nöqtəsindən B nöqtəsinə, sonra isə yarımçevrə üzrə C nöqtəsinə gəlib bütün yola 50 saniyə vaxt sərf edirsə, yola və yer dəyişməyə görə orta sürəti hesablayın. Burada yolumuz 300 metr, bir də yarımçevrədir. Buna baxsaq, nə yazırıq? Yarımçevrənin, ümumiyyətlə çevrənin uzunluğunu tapsaq, L bərabərdir 2πr və 2π'miz 3, r-imiz 50 metr. Vurulsun 50, bu da edir 300 metr. 300 metr düz xətt üzrə gəlib, 300 metr də yarımçevrə boyunca gəlib. Bu da ümumilikdə edir S bərabərdir 300 plus L, yəni 300 metr. Bu da edir 600 metr. Bizə deyir ki, yola görə sürəti hesablayın. S-i bölürük T-yə. Ümumilikdə bütün yola 50 saniyə vaxt sərf edilib. Bu da edir 600 bölünsün 50, 12 metr böl saniyə. İki variantımız da var. Gələk yer dəyişməyə görə. Yer dəyişməmiz nə olur şagirdlər? Bir A-dan B-yə gəlib 300 metr, bir bura, bir də bura. Yəni ümumilikdə yer dəyişməm A-dan C-yə doğru düz xətt 50, 50. Elədi, yer dəyişməm 400. Yer dəyişməyə görə sürəti tapsam, orta sürəti tapsam, S bölünsün T-yə. Bu da olur 400 bölünsün 50 edəcək 8 metr böl saniyə. Doğru cavab olur C variantı. Belə deyək ki, demək olar ki, elə 4-cü qrupla müəyyən qədər eynilik təşkil edir. Sadəcə məğzi biraz fərqlidir. Hətta 4-cü qrup nisbətən bundan çətindir demək olar. İki cisim, 4-cü sualda deyir ki, iki cisim T0 anında qarşı-qarşı düz xətli bərabər sürətli hərəkətə başlayır. Görüşənə kimi birinci cisim nə qədər yol gedər? 4-cü sualda tənliyini yazsaq, birinci cisim koordinat başlanğıcından çıxıb, ümumiyyətlə x bərabərdir x0 plus vxt tənliyinə əsasən gedirik burada. Yazırıq, birinci üçün yazıram x1 bərabərdir, x0 0 olduğu üçün plus vxt, v1-imizdə 10 və t. x2 bərabərdir və x0-ımız 1200, x oxunun əksinə getdiyi üçün çıxılsın 20t. Və görüşənə qədər deyir. Görüşənə qədərdirsə, demək ki, x1 x2-yə bərabərdir. Son koordinatlar eynidir. 10t bərabərdir 1200, çıxılsın 20t-yə. 30t bərabərdir 1200-ə, t də bərabərdir 40 saniyə. Bizə deyir ki, görüşənə kimi birinci cisim. Birinci cisimin ümumiyyətlə getdiyi yol koordinat başlanğıcından başladığı üçün yazıram x1 bərabərdir. x1 bərabərdir v1 vur t. V1-im 10-dur və vururam 40 saniyə. Bu da edir 400 metr. Doğru cavab C variantı. Başlanğıc anda eyni nöqtədə olan 1 və 2 cisimlərinin sürət zaman qrafikləri verilmişdir. Birinci cismin dayandığı anda cisimlər birinci cismin
bir cisminin dayandığı anda cisimlərin arasındakı məsafəni hesablayın. Bir cismi gəlir burada dayanır. Bu 15 saniyədə dayanır və baxaq aradakı məsafəyə. Baxaq görək birinci cisim nə qədər məsafə qət eləyib. Birinci cisim ümumiyyətlə məsafəsini tapmaq üçün buradakı hissəni tapmaq lazımdır. İlk başda yeyinləşir, sonra isə başlayır yavaş-yavaş hərəkət edir. Bura qədər yeyinləşir, sonra isə başlayır yavaşlayır. Deməli, birinci S1-i tapıramsa, birinci cismin getdiyi bu hissəni tapacam. Sonra burada trapesiyadır. Bir də buradakı düzbucaqlı üçbucağı tapacam ki, toplayıb yolunu tapın. S1 bərabərdir. S1 bərabərdir. Yəni bu trapesiyanın ümumi sahəsini tapsam, kiçik oturacaq 10, böyük oturacaq 20, bura qədər olan məsafə və 10 plus 20 bölü 2 vur 5. Bu da edir 75 metr. İkinci halda isə buradakı düzbucaqlı üçbucağın sahəsini tapmalıyam, buranın. Bu da edir 10, bu hissə 15 çıx 5, 10. Bu hissə isə 20. S2 bərabərdir. Bu ikincinin getdiyi deyil ha. Birincisimin yavaşlayan hərəkət zamanı getdiyi yoldur. 10 vurulsun 20 böl 2. Bu da edir 100 metr. Yəni cisim ümumilikdə birinci cisim 100 plus 75, 175 metr məsafə qət edib. Gələk ikinci cismə. Buna 1 yazım, üstünə iştirak yazım. İkinci cismə gəlsək, ikinci cisim düz xətli bərabər sürətlə hərəkət edib. Yəni sadəcə bu hissədə proses baş verib ki, burada düzbucaqlıdır. Olur 10, uzunluğu isə 15 edir 150 metr. Deməli, birinci cisim 175 metr məsafə qət edib, gəlib məsələn bura çatıb 175. İkinci cismi isə gəlib 150 metr məsafə qət edib 150. Arada nə qədər məsafə olur? 25 metr məsafə qalır ki, A variantında verilib. 6-cı solda X oxu boyunca hərəkət edən cisimlər üçün Euler-Venn diaqramına uyğun bəndlər müəyyən edin, bərabər sürətlə hərəkət edir. İkinci cisim, bu düz xətlə bərabər sürətli, bu isə X oxunun əksinə yeyinləşən hərəkət edir. Deməli, 1 bərabər yeyinləşən hərəkət edir. Birinci cisim koordinatı zamandan xətti asılıdır. Uyğundur düz xətlə bərabər sürətlə hərəkət edən bu cismə. Sürət zamandan xətt olaraq asılıdır. Bu şəkildə sürət zamandan xətt olaraq asılıdır. 4 uyğun oldu bura və X oxunun əksi istiqamətdə, hər ikisi X oxunun əksi istiqamətdə gedir. Həm burada, həm də burada. 5 isə ortaqdır. Deməli, 2, 4, 1, 3, 5. Y variantı. Hansı ifadələr doğrudur? Verilmiş radius çevrə üzrə bərabər sürətlə dövr edən maddi nöqtə mərkəzi qaçma təcili. Deməli, mərkəzi qaçma təcili verilmiş radiuslu deyirsə A bərabərdir. 7-ci sual deməli. 7-ci sual A bərabərdir. V-nin kvadratı bölünsün R. Xətti sürət ilə düz mütənasibdir. Yanlışdır, kvadratik asıllıqdır. Bu yanlışdır. Dövrətmə periodunun kvadratı ilə tərs mütənasibdir. A bərabərdir 4pi kvadratı R böl T kvadratı. Düzdür. İkinci düzdür. Dövrətmə tezliyinin kvadratı ilə tərs mütənasibdir. Yanlışdır. 4pi kvadratı N kvadratı R-dir. Kvadratı ilə düz asılıdır. Bucaq sürətinin kvadratı ilə düz mütənasibdir. A bərabərdir omega kvadratı R. Doğru cavabdır. Deməli, 2 və 4 doğru cavab olmuş olur. Keçək 8-ci suala. Çevrə üzrə bərabər sürətlə hərəkət edən maddi nöqtə A nöqtəsindən B nöqtəsinə 0,5 saniyəyə gəlir və bucaq sürətini hesablayın. A nöqtəsindən B nöqtəsinə 120 dərəcədir, yerdə qalır 240 dərəcə. Demək ki, 240 dərəcəni də 1 saniyəyə gələcək. Ümumi periodumuz olur, ya da ki, belə yazaq, T bərabərdir. T bərabərdir 3 vur 0,5, bu da edir 1,5 saniyə. Və maddi nöqtənin bucaq sürəti omega bərabərdir 2pi böl T. 2 vur 3 periodda 1,5 getdi 2 qaldı. 2-ni də 2-yə vuranda 4 radian bölünsün saniyə. Doğru cavab olur Y variantı. 9-cu sualda eyni qüvvənin təsiri ilə düz xətlə hərəkət edən bir cisimlərin sürətinin proyeksiya zamanı asılı qrafikinə əsasən qrafiki verilmişdir. Cisimlərin kütlələrinin nisbətini hesablayın. Baxaq. F bərabərdir MA-da, M-i tapsaq, M bərabərdir F bölünsün A-dır. Və burada birinci təcili tapmamız lazımdır. Bu hissədəki təcili tapsaq, birinci cismin təcilini A1 bərabərdir 8 çıxılsın 16 bölünsün 4. Mənfi 8 böl 4, mənfi 2 metr böl saniyənin kvadratı. A2 bərabərdir
4 çıxılsın. Burada son sürət 4-dür, başlanğıc sürət 0-dır. Bölünsün 4, bu da edir 1 metr böl saniyənin kvadratı. Və deyir ki, kütlələrin nisbəti. M1-in M2-yə nisbəti bərabərdir A2-nin A1-ə nisbəti. Bu da edir 1 bölünsün 2. Mənfi yazmıram, çünki kütlə mənfi olmur. 1-in 2-yə nisbəti olur C bəndi. Keçək 10-cu suala. 10-cu sualda bildirir ki, üfüqi müstəvidə 400 kiloqram kütləli cisim şəkildə istiqamətdə F100 newton qüvvənin təsirlə hərəkət edir. Cisimə təsir edən reaksiya qüvvəsini hesablayın. Burada birinci bir F perpendikulyarımız var. MJ və N reaksiya qüvvəmiz var. Deməli, burada F qüvvəsi ilə çəkildiyi üçün nə baş verəcək? Yazırıq. N reaksiya qüvvəsi bərabərdir. MJ çıxılsın F sinus alfa. Çünki burada F belə deyək də qüvvənin müəyyən qədər reaksiya qüvvəsini müəyyən qədər azaldır. Amma aşağıya doğru olsaydı, bu şəkildə olsaydı artıq nə olardı? Artırardı. Sinus alfa. MJ-miz 40 vur 10 çıxılsın F 100 vurulsun 0,8. 400 çıxılsın 80, bu da eləyir 320 newton. Doğru cavab olur D bəndi. 11-ci sualda üfüqi hamarisət üzərində yüklə birlikdə kütlələri 1 və 3 kiloqram olan arabacıqlar sapla bağlanmışdır və yaya birləşdirilib. Sapı kəsikdə arabacığa təsir edən qüvvələr və aldıqları təcillər arasında hansı münasibət doğrudur? Deməli, Newton 3-cü qanuna əsasən buradakı ipi kəsdiyimiz zaman başlayacaq ikisi də bir-birinə qüvvələrlə təsir etməyə və F1 F2-yə bərabər olacaq. Və kütlələrlə təcillər tərs asılı olduğu üçün kütlə ilə, daha doğrusu təcillə kütləni götürək, tərs asılıdır. Yazıram ki, A2-nin A1-ə bərabərdir M1-in M2-yə nisbəti. A2-miz, A1-miz, M1-in qiyməti 3, M2-nin qiyməti 1. A2 bərabərdir 3, A1 və qüvvələr də eynidir ki, buna da doğru cavab olur D bəndində. 12-ci sualda üzgüçü çayın bir sahilindən K nöqtəsinə, digər sahilinə M nöqtəsinə 6 saniyəyə üzür. 12-ci sual. Çayın axın sürəti 2 metr böl saniyə, üzgüçünün suya nəzərən sürəti 5 metr böl saniyə, elm məsafəsi 12 metr olarsa çayın enini tap. Deməli, burada birinci Vx-i tapırıq. Çayın əksinə, çay sağa doğru gedir. Çayın əksinə getdiyi üçün yazıram V üzgüçü, ümumiyyətlə, daha doğrusu Vx çıxılsın V çay vurulsun T bərabərdir LM məsafəsi, LM məsafəsi. Vx bilmirik, çıxılsın V çay 2-dir, bərabərdir LM, yəni 12 bölünsün 6. Vx bərabər olur 2 plus 2, bu da 4 metr böl saniyə. X-i tapdım ki, 4 metr böl saniyədir. Y-i tapanda nə edirəm? V2-im də var, onsuz 5-dir. Betonuz. Bu hissəni tapsam elə buranı tapmış oluram. Ya da ki, ona uyğun buranı X-i paralel götürsəm, olur 4. Və Y bərabərdir. Kök altında 5-in kvadratı çıxılsın 4-ün kvadratı. Bu da bərabərdir. Bu da bərabərdir. 25 çıx 16, kökdə 9, buradan da 3 metr böl saniyə çıxır. Demək ki, Y oxu üzrə proyeksiyasını tapdım 3 metr böl saniyə. Yekunda MK, daha doğrusu KL məsafəsini tapanda nə edirəm? Sürəti Y oxu üzrə proyeksiyasını vururam zamana 6-ya, bu da edir 3 vurulsun 6, 18 metr. Doğru cavab A variantındadır. 13-cü suala baxsaq, birinci cisim 30 metr böl saniyə sürətlə hərəkət edirək, ikinci cisim sükunət vəziyyətindən 10 metr böl saniyə kvadrat təcillə hərəkətə başladı və 4 saniyə sonra ikinci cisim birinci cisimə nəzərən sürətinin modulunu hesablayın. İndi baxaq, 30 metr böl saniyə sürətlə hərəkət edir. Deməli, 13-cü sual. Birinci cisim 30 metr böl saniyə sürətlə hərəkət edir. İkinci cisim sükunətdən başlayır və təcili 10-dur 4 saniyə sonra. Yəni, AT ilə getsək, 10 vurulsun 4, 40 metr böl saniyə. İkinci cisimin birinci cisimə nəzərən sürətinin modulu olacaq. Deməli, ikinci cisimin birinci cisimə nəzərən, burada ikinci cisim belə, birinci cisim də sağa doğru gedir. Yekundakı sürət ikincinin birinciyə nəzərən və 2-nin 1-ə nəzərən kök altında tapırıq, bərabərdir. 30-un kvadratı plus 40-ın kvadratı. Bu da kök altında 900 plus 1600 bərabərdir. Kök altında 2500, bu da edir 50
metr böl saniyə. C variantı doğru cavabdır. 14-cü sualda düz xətlə hərəkət edən iki cismin sürətləri 8 minus 2t və 2 plus 4t qanunu ilə dəyişilir. Müşahidə anından neçə saniyə sonra cisimlərin yer dəyişməsi bərabər olar? 14-cü sualda birinci baxırıq. Birincinin V0 biri 8, A biri 2 mənfi 2 metr böl saniyə kvadratı. İkincinin V0'ı bərabərdir 2'dir, 2 metr böl saniyə. A isə 4 metr böl saniyənin kvadratıdır. Və S1 deyir S2'yə bərabərdir. Birinci və ikinci üçün S1 və S2'ni yazsam, birincinin S1'i bərabərdir. Ümumiyyətlə S nədir? V0t plus AT kvadratı bölü 2 düsturu ilə gedirik. V0 8t plus, daha doğrusu minus çıxılsın 2t'nin kvadratı bölü 2. Burada da olur 8t çıxılsın t'nin kvadratı. S2 bərabərdir 2t plus 4t'nin kvadratı bölü 2. Bu da olur 2t üstəgələ 2t'nin kvadratı. Və bərabərləşdirsək 8t. Çünki bizə deyir yer dəyişmələri bərabərdir. 8t çıx t'nin kvadratı bərabərdir 2t plus 2t'nin kvadratı. 6t bərabərdir 3t'nin kvadratına. T də bərabərdir 6 bölək 3. Bu da edir 2 saniyə. Doğru cavab A variantında var. Gələk növbəti suala. O nöqtəsi ətrafında fırlanan çubuq üzərinə A, B nöqtələri üçün hansı fiziki cəmiyyətin qiymətləri bərabərdir? Burada nəsə veribmi? Deməli, O nöqtəsi üzrə fırlanır. Bu konsentrik çevrələrdir və konsentrik çevrələrdə yuxarıdakını bura çəksək, konsentrik çevrələrdə nəylər bərabərdir? Period tezlik A, burada da B. Periodları, tezlikləri, bir də bucaq sürətləri. Deməli, uyğun olur 1 və 2. Cismin düz xətt üzrə bərabər sürətlə hərəkət edir və 5 saniyə ərzində koordinatı 60-30 nöqtədən 20-60 olan nöqtəyə gəlir. Onun sürətinin modulunu hesablayın. Deməli, bizə verilən koordinatlara əsasən sürətin qrafiklərini çəksək, 60 və 30. Yəni, X-i və Y-i verib burada. M 60 və 30. Deməli, bu hissədə 60'ı bölsək 5'ə eləyəcək 12, 30'u bölsək 5'ə eləyəcək 6. Demək ki, bu şəkildə irəliləyib belə və 12-dən düşüb 6-ya. Aradakı bu məsafəmiz olacaq nə qədər? 6. Burada isə növbətisində isə 20, 20-ni bölürük 5'ə 4 və 60'ı bölürük 5'ə 12. 4-dən gəlir 8-ə. Yox, 12-yə daha doğrusu bağışlayın. Aradakı bu məsafə isə olur 8. Yekunda bizdən bunu istəyir. Onun sürətinin modulunu V bərabərdir kök altında 6'nın kvadratı plus 8'in kvadratı. Bu da edir kök altında 100 edir 10. D variantı doğru cavabdır. Kütləsi 40 km olan cisimə təsir edən qüvvənin əvəzləyicisinin proyeksiyasının zamandan asılılığı göstərilib və 5 saniyə, 15 saniyə arasında keçən müddət ərzində cismin sürətinin modulunu hesablayın. Burada kütlə 40 kiloqramdır. Biz təcilini tapsaq, A bərabərdir 200'ü bölürəm 40'a, bu da edir 5 metr böl saniyənin kvadratı. Demək ki, təcilimiz nədir? 5'dir. Və başlayaq V-nin T-dən asılılığını çəkməyə. 5-15 saniyə aralığında keçən müddətdə cismin sürətinin dəyişməsini. Başlayır. 5 saniyədən başladıq. 5 saniyəyə çatanda təcillim nə olmalıdır? 5 olmalıdır. Demək ki, sürət dəyişməm neçəymiş? 25. Son sürət çıx başlanğıc sürət böl zaman. 25 çıx 0 böl 5. Sonra təzədən nə qədər? 10 saniyə müddət keçir yenə də. Gəlir 15 saniyə anına. Burada da V bərabərdir AT-yə görə. Deməli, A-mız 5, zamanımız 15, sürətimiz elədi 75 metr böl saniyə. Deməli, bu nöqtəyə də uyğun 75'dir. İşarə eləyirik və 5 saniyə ilə 15 saniyə aralığında ümumilikdə keçən sürət dəyişməsi 75 çıxılsın 25, bu da edir 50 metr böl saniyə. Doğru cavab olur Y variantı. 18-ci sualda Newton vurulsun saniyə böl kiloqram vur metr. Newton vurulsun saniyə, kiloqram vurulsun metr.
Bu da bərabərdir. Newton kilogram vurulsun metr bölü saniyənin kvadratı vurulsun saniyə bölü kilogram vurulsun metr. Saniyələrin ikisindən biri getdi. Nə qaldı? Kilogram vurulsun metr bölü saniyə, bir də vurulsun 1 bölü kilogram vurulsun metr. İxtisar getdilər, yerdə qaldı 1 bölü saniyə. Doğru cavab olur tezlik Y variantı. 19-cu sualda çevrə üzrə bərabər sürətlə dövr edən cisim periodu 8 saniyədir. A nöqtəsini keçəndən 12 saniyə sonra cismin sürət və təcilin istiqaməti. Deməli 8 saniyədir. 4 yerə bölsək 2, 4, 6, 8 gəldi A nöqtəsinə. Sonra gəlir düşür 10, 12. Demək ki 12 saniyə hara gəlir düşür bu nöqtəyə. Və həmin nöqtə saat əqrəbinin əksinə doğru getdiyi üçün təcil aşağıya doğru, bağışlayın, sürət aşağıya doğru, üzrlü sayın, təcil isə mərkəzə doğru yönəlir. Deməli, sürət aşağıya, təcil isə sağa doğru, B variantı. Sürtünmə nəzərə alınmayan sistemdəki yüklər 30 Newton qüvvənin təsiri ilə tarazıldadır. F qüvvəsi təsir etməzsə, yüklərin aldığı təcilləri hesablayın. Deməli, ilk öncə burada tapmalıyıq M1-in kütləsini. Nə yazıram? F plus M1J bərabərdir M2J-yə. M1J bərabərdir M2J, yəni 4 vur 10 çıxılsın 30. M1 bərabərdir 10 bölək 10, bu da edir 1 kilogram. İndi burada M2A, bu tərəfdə isə M1A yönəlir. Bizə deyir ki, F qüvvəsi təsir etməzsə, tarazlıqda olduğu zaman burada nə edəcəm? A təcili bərabərdir M2 çıxılsın M1 vurulsun J, M1 plus M2 ifadəsindən gedəcəm və 4 çıxılsın 1 bölünsün 4 plus 1 vurulsun 10. 4 plus 1 5, 10 ilə getdi qaldı 2. 3 vurulsun 2 bərabərdir 6 metr bölü saniyənin kvadratı. Doğru cavab A variantı. 21-ci sual çevrə üzrə bərabər sürətlə dövr edən maddi nöqtə üçün hansı fiziki cəmiyyət zamandan asılıdır? Zamandan asılı, tezlik asılı deyil, buzaq sürəti asılı olmayacaq, yerdə qalır dönmə bucağı və getdiyi yol. Zaman çox olduğu müddətdə həmin qiymətlər dəyişir. C variantı. 22-ci sualda çevrə üzrə bərabər sürətlə hərəkətdən çevrənin radiusu və xətti sürət 2 dəfə artırılarsa, buzaq sürəti dəyişməz. Deməli, baxaq burada 22-ci suala. Deyir ki, xətti sürət 2 dəfə artırılarsa, radius və xətti sürət 2 dəfə artırılır. Buzaq sürəti omega bərabərdir 2pi, daha doğrusu bağışlayın, V bölünsün R. Hər iki cəmiyyət 2 dəfə artdığı üçün buzaq sürəti dəyişməz. Biri 1 olur. Sonra baxaq görək bunlardan düzü varmı? Təcil 2 dəfə azalar. Deməli, A bərabərdir V kvadratı bölünsün R. V kvadratı sürət 2 dəfə artdığı üçün kvadrat olduğuna görə 4 dəfə artmış olacaq artıq. Radius da 2 dəfə artır. Demək ki, burada artma 2 dəfədir, amma bizə azalma deyir. Artma desəydi doğru olardı. Bu yanlışdır. Dövürtmə tezliyi 2 dəfə artar. Dövürtmə tezliyi dəyişməz burada, amma bizə artar deyir. Niyə dəyişməz? Çünki n bərabərdir V bölünsün 2pi R-dir. Radius və xətti sürət dəyişdiyi üçün tezlik dəyişməyəcək. Yəni, hər ikisi də dəyişdiyi üçün tezlik dəyişməyəcək. 23-cü sualda üfüqi amortisasiya kütləsi 10 kilogram olan cismə 20 Newton kütləsi 15 kg cismə isə 95 Newton qüvvə təsir edir. Cisimlərin bağlandığı yükdəki gərilmə qüvvəsini hesablayın. Birinci burada biz təcili tapmalıyıq. Təcili tapanda F1, daha doğrusu F2 bölüşdü. F2 çıx F1, M1 plus M2. Bu da bərabərdir 95 çıxılsın 20 bölünsün M1 plus M2, 10 plus 15. Bu da edir 75 bölünsün 25, 3 metr böl saniyənin kvadratı. Və bu hissə üçün gərilməni tapsaq, təbii ki 95 çox olduğu üçün yazıram M2A bərabərdir F2 çıxılsın T gərilmə. T gərilmə də bərabərdir F2 çıxılsın M2A-ya. Bu da bərabərdir F2-miz 95 çıxılsın 15 vurulsun 3. Eləyir 95 çıxılsın 45, bu da edir 50 Newton olmuş olur.
Eyni prosesi sol tərəf üçün də yazsaq, burada nə edəcəyik? Yazırıq ki, M1A bərabərdir T gərilmə çıxılsın F1. T gərilmədən artıq çıxacaq. Çünki sağ tərəfdə T gərilmə daha böyük olur. Bu yolla da getsək, yenə də doğru cavab alarıq. Burada T gərilmə bərabərdir 10 vurulsun 3 plus F1. F1 də 20-dir. Yenə də nə tapdıq? 50 Newton tapmış olduq. Cavabımız olur 50 Newton. Maddi nöqtə radiusu 50 sm, 40 sm olan çevrə üzrə bərabər sürətlə dövr edir. Uzaq sürət 50, 0.5 olarsa onun 6 saniyə ərzindəki yer dəyişməsi nə qədər olur? Deməli, burada birinci omeqadan, omeqanın düsturundan periodu tapsaq, t bərabərdir 2pi bölünsün omega. 2 vuraq 3 bölünsün period. Period nə idi? Omega 0.5, bu da edir 12 saniyə. 12 saniyə tam perioddur. Bizə deyir ki, 6 saniyə. A nöqtəsindən gəlir K nöqtəsinə. Bu da olur nə qədər? 2 radius qədər. 0.4, 0.4. Yer dəyişməni tapanda 2 yerə vururam. 2 vur 0.4, 0.8 metr. 25-ci sualda X oxu boyunca hərəkət edən cismin yer dəyişməsinin proyekt zamanında asılı qrafik verilmişdir. Bu cisim üçün hansı mülahizələr doğrudur? V-nin T-dən asılılığını çəksək, burada deməli V-nin T-dən asılılığını çəksək, ilk başda cisim yeyinləşən hərəkət edir. T0 anına qədər yeyinləşən hərəkət edir. Sonra başlayır yavaşlamağa və bu şəkildə də davam edir. Bu hissədə sürət 0 olur. Sonra başlayır nə eləməyə? Yeyinləşməyə. Yəni bura 2T0-dır. Buradan bir dənə silək. Bu hissə isə 3T0-dır. Və baxsaq 0T0 aralığında təcilin istiqaməti X oxu istiqamətindədir. Düzdür, birinci düzdür. Yox, 0T aralığında təcilin istiqaməti X oxu istiqamətindədir. Birinci də yeyinləşəndir də. Düzdür. İkinciyə baxsaq, T0 2T0 aralığında yeyinləşən hərəkət etmişdir. T0 2T0 aralığında yanlışdır, yavaşlayan hərəkət edir. Bu yanlışdır. T0 anında hərəkət istiqamətini dəyişmişdir. T0 anında yox, 2T0 anında dəyişib. Deməli, 2T0 anında sürəti 0 olub, düzdür. 2T0 anında sürəti 0 olub və 2T0 3T0 anında yavaşlayan hərəkət edir. Yanlışdır, yeyinləşən hərəkət edir. Deməli, doğru olanlar 1 və 4. 2 dənə. 26-cı sualda radius 1 ilə 3-ün radiusu eynidir. Bura R, bura R. Burada isə 2 R'dir. Və deməli, V1 üçün yazıram V7 sürət. V2 ondan radius 2 dəfə çox olduğu üçün 2V olur. V3 nəyə bərabər olur? V3 ilə V2, daha doğrusu ikinci çevrə ilə üçüncü çevrə bir-birinə kəmərlə bağlı olduğu üçün, qayışla bağlı olduğu üçün bu çevrə böyük çevrə ilə buradakı çevrə sürətləri bir-birinə bərabərdir. İndi nə edirəm? Yazıram. Burada yazıram ki, V bərabərdir 2pi R. R1-in radiusu onsuz da R-dir, T1. Burada isə yazıram V3 bərabərdir. Daha doğrusu 2V bərabərdir 2pi R. Burada verib ki, R3-ün də radiusu R-dir. Bölünsün T3. Bu ifadədə V-nin yerinə gətirib bunu qoysam, yəni 2 vurulsun 2pi-R bölünsün T1 bərabərdir 2pi-R bölünsün T3. Hər tərəfini 2pi-R-ə bölsəm, T1-in T3-ə nisbəti bərabər olur nəyə? 2-yə. Daha doğrusu bərabər olur 2-də 1-ə. 27-ci sualda X oxu boyunca hərəkətdən cisimə təsirin qüvvələrinin əvəzləyicisi sürət istiqamətdə sürətin əksinədir. Sürət baxaq. X oxu boyunca hərəkətdən cisimə əvəzləyicisi. Burada yeyinləşən hərəkət edir. Təcillə sürət eyni istiqamətdədir. Təcillə sürət eyni istiqamətdədir. Biri əvəzləyici qüvvə sürət istiqamətindədir. Demək ki, 1-ə A 0-a bərabərdir. Burada təcil 0 olduğu üçün əvəzləyici qüvvə də 0-dır. B yavaşlayan hərəkət etdiyi üçün təcil mənfi sürət müsbətdir. Bir-birinə əksdir. Olur C. Sonra burada bərabər sürətlidir. Sürət 0-dır. Daha doğrusu təcil 0-dır. Sürətlə bərabər sürətli olduğu üçün deməli D və yeyinləşən hərəkət etdiyi üçün təcil müsbətdir. Təcillə sürət və yaxud əvəzləyici qüvvə eyni istiqamətdədir. Olur Y variantı. 28-ci sualda cisim sükunət alınan sabit qüvvənin təsirlə hərəkətə başlayır. Cisim
Hər saniyədə getdiyi yolların nisbətinə üçün ədədlərin tək nisbəti şəklində. 28-ci sualda istihdam sualına bildirir ki, cisim sükunət alınan sabit qüvvənin təsirli hərəkətə başlar. Cisim hər saniyədə getdiyi yolların nisbəti nə üçün hər tək ədədlərin nisbəti şəklindədir. Sükunət vəziyyətindən hərəkətə başlayır və n-ci saniyədəki gedilən yolu tapsaq, a vurulsun 2n-1 bölünsün 2. Və buradan tutalım ki, 1 qoysaq yerinə nə olacaq? A bölünsün 2, 2 vur 1 çıx 1. Bu da olur A bölünsün 2 vurulsun 1. Sonra Sn bərabərdir. A-nın yerinə 2 yazsaq, 2 vur 2 minus 1 böl 2. Burada da olur A bölünsün 2 vurulsun 3. S 3 olsun. A bölək 2. 2 vur 3 minus 1. Bu da olur A bölək 2 vur 5. N-ci saniyədə gedilən yolun düsturundan alınır və cisim bərabər yeniləşən hərəkət edərsə, tək ədədlərin nisbəti kimi olur. Yəni 1, 3, 5, 7. Bu şəkildə davam edir. Əgər ki, yavaşlayan hərəkət olsaydı, belə olacaqdı. 7, 3, daha doğrusu 7, 5, 3, 1 bu şəkildə geriyə doğru gələcəkdir. Xəttli hərəkətdən cisim koordinatının zamandan asılı qrafiki verilmişdir. Qrafikin hissələrinə uyğun hərəkətin xarakterini yazın və əvəzləyici qüvvənin proyeksiyası zamandan asılı grafikini çəkin. İlk öncə 29-cu sualda V-nin T-dən asılılığına baxsaq, ilk başda T1 zamanında İlk başda 0-dan T1-ə qədər çəksə, yeniləşən hərəkət edir. Bu şəkildə çəkmiş olacağıq. Bura T1. Sonra bərabər sürətlə hərəkət edir. Sürət sabitdir. Bu hissə olur T2. Üçüncüdə isə T3-ə gəlir ki, burada yavaşlayandır. F-in T-dən asılı qrafikini çəksək, eyni şəkildə baxırıq görək nə qrafiki çəkəcəyik. F-in T-dən asılılığını çəksək, birinci yeniləşəndir. Burada təcil və qüvvə müsbətdir. Bura olur T1. Bu hissədə bərabər sürətli olduğu üçün olur təcil 0. Burada isə mənfiyə keçir artıq. Təcilimiz T3-də nə olur? Mənfi qiymət almış olur. T1 üçün xarakterini yazsaq, 0 T1 düz xətli bərabər yeniləşən. İkinci düz xətli bərabər sürətli. Üçüncü üçün yazırıq düz xətli bərabər yavaşayan. Bu şəkildə yazmış oluruq. 30-cu suala keçid alırıq. Nə bildirir 30-cu sualda? Bildirir ki, saatın saniyə və dəqiqə qrəblərinin təcillərinin nisbəti bu şəkildədir. Saniyə qrəbinin uzunluğu 15 cm olsa, dəqiqə qrəbinin uzunluğunu hesablayın. Deməli, yazırıq A bərabərdir 4pi kvadratı R böl T-nin kvadratı və yerinə yazsaq, bir də bunu yazaq ki, T saat əqrəbinin fırlanma periodu 12 saat, dəqiqə əqrəbinin fırlanma periodu isə 1 saat. Yerinə gətirib yazsaq, A saat böl A dəqiqə bərabərdir 4pi kvadratı R saat böl T saatın kvadratı vurulsun. T dəqiqənin kvadratı bölünsün 4pi kvadratı R dəqiqə. 4pi kvadratları getdi. A saniyənin saatın saniyə bağışlayın, saniyə əqrəbidir. Burada T saniyə, burada olur 1 dəqiqə. Burada isə olur 60 dəqiqə. Yerinə gətirib yazsaq 4500 bərabərdir. R saniyənin saniyə əqrəbinin uzunluğu 15 sm. T dəqiqə böl T saniyənin kvadratı. Dəqiqə 60 böl saniyə 1. Bunun kvadratı vurulsun R dəqiqə. R dəqiqəni buradan tapsam, nə edirəm? 15-i vururam 3600-ə, bölürəm 4500-ə. İxtisar getdi. 3-ə ixtisar getdi, 15-dən 45 qaldı. Burada 3, 45 15-ə böləndə 3, 36-nı da 3-ə böləndə 12 sm olmuş olacaq. Belə, diqqətiniz üçün təşəkkürlər. Növbəti izahda görüşənə.